Günlərin bir günü bir nəfər uşağın əlindən tutub dəlləxanaya gətirir, deyir, oğlum, yol böyüyündür, su kiçiyin, mən oturum başımı qıxdırırım saqqalımı. Sonra sən oturasın, oturan kimi usta qayıdır ki, nətər qırxım, dibdən, az, çox, deyir, yox. Bunu elə qırxdırın ki, alə peyruz olsun, alə peyruz. Bir adam o nətər şey, deyir, təzə piriçoskadır, deyir, valla mən eşitməmişəm. Neysə, bunun başını qırxıb tutarır, uşağa gətirir, oturdurur, deyir, hə. İndi sən otur, qoy sənin başını qırsın, düzətsin. Mən bu 5 dəqiqəyə gedim, mənim bu dükkanda dostum var. Deyim ona qayıdıram, darıxma ilə. Uşağı qoyur, çıxır, gedir, usta uşağın başını qırxır, tutarır, gözləyir, görür kişi yoxdur. Deyir, ha, nə oldu o kişi? Deyir, nə kişi? Deyir, ato deyirəm də, gəlib çıxmadı. Deyir, o mənim atam böyür ki. Deyir, hə, bildim, əmindir. Deyir, yox, heç əmin də deyir. Deyir, və sən deyin daxil. Deyir, heç nə, mən küçədə uşaqlarla gizdanpaç oynayırdım. Bu yaxınlaşdı, gəldi, tutdu əlimdən ki, başını qıxdırmaq istəyirsən, dedi mən. Dedi, gəl gedək mənə.